Salamlar hər kəsə. Bugün sizinlə Duolingo'da dinləmə hissəsində, dinləmə bölməsində olan bir sual tipindən danışacağıq. Bu da listen and type sual tipidir. Və sizə burada mən 3 bacarıq danışacağım ki, bunları ehtiyacınız var ki, bu sual tipini yaxşı yaza biləsiniz və doğru bir şəkildə suallara cavab verə biləsiniz. Deməli, bir çox tələbə düşünür ki, listen and type is just about spelling. Düşünürlər ki, yazmaq və dinləmək sadəcə və sadəcə düzgün yazmaqdan, yəni orfoqrafiyadan asılıdır və yaxud da ki, sadəcə onun haqqındadır. Lakin bu sectionda, bu hissədə sizin əslində 3 fərqli bacarığınız yoxlanılır. Gəlin görək bunlar hansılardır. Birincisi, listen in chunks. Bu nə deməkdir? Sözləri bir bütöv bir şəklində, məsələn, the article ilə students-i bir yerdə eşitmək, were discussing kimi yox da were discussing kimi eşitmək, their project kimi eşitmək yox da their project eşitmək, idiomları, phrasal, yəni phrasal verbləri, ifadələri və s. birlikdə eşitmə bacarığı. Strong listeners hear meaningful groups of words. Güclü dinləyicilər, yaxşı dinləyicilər sözləri bütöv şəklində eşidirlər. Ayrı-ayrı eşitmirlər. Bu da nədən qaynaqlanır? Çoxlu praktika etmək, çoxlu dinləmələr etmək. Bunun üçün siz çoxlu dinləmələr edərək sadəcə tək-tək sözlərə yox da ümumilikdə sözləri bir qrup şəklində eşitməyə fokuslanın. Və yaxud da ki, notlarınızı götürərkən də qrup bir şəklində götürməyə çalışın ki, bu bacarığınızı inkişaf etdirə biləsiniz. Digər məsələ nədir? Predict what comes next. Qabaqcadan öngörmə, qabaqcadan təxmin etmə. Sonra gələcək cümləni, sonra gələcək sözü, cavabı qabaqcadan təxmin etməklə siz listeningdə vaxtınızda sərf etmiş olursunuz. Məsələn, good listeners don't wait for every word, they constantly predict. Hər sözü eşitməyə çalışmırlar, sadəcə öngörməyə çalışırlar. Məsələn, the teacher gave the students, bu hissədə, tutaq ki, bu bir listening mətindir. The teacher gave the students, bla bla bla. Bəlkə də eşitmədiniz, amma qabaqcadan öngörə bilərsiniz. Nə verə bilər müəllim tələbələrinə? Homework, ev tapşırığı, instructions, təlimatlar, feedback, geri dönüş. So prediction helps you recover even if you miss one word. So əgər sən bir sözü eşitməmisənsə, xatırlamırsansa, burada öngörmə sənə sözü xatırlamağına və yaxud da ki, qabaqcadan təxmin edib də cavablarda önünə çıxanda rahat bir şəkildə seçməyinə kömək eləyəcək. Bu tipli suallarda normalda əslində listening-də qrammatika yoxlanılmır. Lakin bu tip suallarda biz check grammar while listening. Bu nə üçündür? Çünki bəzən verilən boşluq hissə qrammatik hissə də ola bilər. Və yaxud da ki, bir feildirsə, zamanı bütöv bir şəkildə verilə bilər. Əgər siz hansı zamanın, hansı açar sözlərlə istifadə olunduğunu bilsəniz, cavablar arasında o boşluq hissəyə zamanı seçəndə buna əsasən seçəcəksiniz. Yəni ki, qrammatikaya əsasən seçəcəksiniz. Tam olaraq eşitməsəniz belə. Məsələn, children blank playing outside. Even if you don't hear the word clearly, you know the correct answer is were. And because the subject is plural and the sentence describes an ongoing action, so grammar helps to confirm what you hear. So, biz bilirik ki, burada davam edən bir hərəkətdən danışırıq. Biz bilirik ki, children cəmdə olan bir mübtədadır və bu şəkildə də biz bütöv bir feilin were playing olduğunu bilirik. Çünki qrammatika düzgün bir şəkildə bu şəkildədir və rahat bir şəkildə o hissəni eşitməsək belə yerini doldura bilirik.